Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ali məktəb tələbələri arasında bədii yaradıcılıq müsabiqə festivalının yekun konserti keçirilib. Tədbirdə müxtəlif universitetlərin tələbələri iştirak edərək öz bacarıq və istedadlarını nümayiş etdiriblər. Bu tədbir gənclərin Heydər Əliyev irsinə verdiyi dəyərin bariz nümunəsidir. Bu da bizim Respublika Komitəsi olaraq ali məktəb tələbələri arasında Ulu Öndərin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş bədii yaradıcılıq festivalıdır. Bu festivalda 26 ali məktəbin tələbələri iştirak ediblər. Münsiflər heyəti onların hissəsindən ən yaxşı insənət nümunələrini seçiblər. Tələbələr çıxışları haqqında danışaraq səhnədə keçirdikləri həyəcanı bölüşdülər. Onlar üçün bu çıxış özünü ifadə etmək imkanı idi. Hər biri həmin anı böyük sevgi, qürur və həyəcan ilə yaşadı. Qarabağ və Qarabağ Kaspi Universitetinin xor kollektivləri birgə çıxış eləmişik bugünkü tədbirdə. Çox şadam ki, bu müsabiqədə iştirak edirəm. Çox həyəcanlıyam. Hal-hazırda səhnədən geri qayıtmışam. Bu insanların üzündə olan sevinci görmək, ulu öndərimizi yad etmək bizim üçün çox xoşdur. Çin rəqsi ilə çıxış edəcəyik biz. Ümid edirəm ki, hər şey yaxşı olur, çünki həqiqətən çox əziyyətimiz var. Tədbirdə gənclər rəqs, musiqi və şeir nümunələri ilə fərqləndilər. Onların çıxışları tamaşaçılarda dərin təəssürat yaratdı. Həmkarlarım Zamina və Habil ilə birlikdə AD Universitetinin və Qarabağ Universitetinin tələbələri olaraq Elmira Rəhimovanın tələbə mahnısını ifa edəcəyik. Çox həyəcanlıyıq və eyni zamanda çox qürur duyuruq ki, belə bir tədbirdə öz universitetlərimizi təmsil edirik və hər kəsə uğurlar arzulayırıq. Müsabiqənin iştirakçıları olan gənc tələbələrin gözlərindəki parıltını, yaşadıkları həyəcanı görməmək mümkün değildi. Onlar yalnız bugünün deyil, sabahın da istedadlı və inamlı davamçılarıdır. Bu səhnədə gələcəyin mədəniyyət, sənət və elm nümayəndələri addımlayırdı.